Əməlləri put edən şeylərdən biri, qardaşlarım, salih əməlləri bidətlər. Bidət hansı əməldə varsa əməl zay elədi. O bəzi insanlar var. Deyəndə ki, qardaş, bu əməl bidətdir. Bilmək olmaz. Əməlləri qəbul edən Allahdır. Allah bilən məsləhət hansın, o da qəbul edin. Sən deyirsən ki, sən qardaş olmaz da sünnəyə müxalifdir. Bidətdir, belə şey yoxdur. Deyir, yoxdur, sən hardan bilirsən? Allah bilir, qiyamət gün görəcək. Deyir, Quran var, sünnə var, hər şey bəyan olunub, yenə inatkarlıq edir. Cahilliyindən, elmsizliyindən. Allah Resulü deyir ki, sallallahu aleyhi və səlləm Müslimdə keçən hədisdə: "Mən əhdətə fi əmrinə həzə mə leysə minhu fəhvə raddun." Kim bizim bu işimizdə ondan olmayan bir şey eləyərsə, yenilik gətirərsə bu dinimizə, bu əməl ondan qəbul olunmaz, ona rədd olunacaq. Bidətdir, qardaş, qurtardı getdi. Nə qədər ixlas eləsən də bidətdir. Çünki ibadətin, əməlin qəbul olması neçə şərti var? İki şərti var. İxlaslı olmalısan, orada riyakarlıq ola bilməz. Həmçinin sünnəyə müvafiq olmalıdır, orada bidət ola bilməz. Və Allah-u Teala gözəldir, gözəl olanları qəbul edir. Nə yaxşıdır, Allah onu qəbul edir. Bidət yaxşı şey deyil. Böyük günahlardandır.